Bakı şəhəri üzrə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, sakinlərin fasiləsiz, keyfiyyətli və təhlükəsiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tabeliyində olan Su Tikinti MMC Səbail rayonunda növbəti layihə icra edib. Layihə, mövcud su şəbəkəsinin yenilənməsi, istismar müddətini başa vurmuş xətlərin əvəzlənməsi və xidmət keyfiyyətinin artırılmasına yönəlib. Səbail rayonu Teymur Elçin küçəsində su xətti diametri 114 mm, uzunluğu 370 metr polad borularla əvəzlənərək istismara verilib. Ərazidə yerləşən binaların su şəbəkəsinə 70 metr uzunluğunda 18 birləşmə qoşulub. Təhlükəsizlik və dayanıqlığın artırılması məqsədi ilə 2 yanğın hidrantın yeri dəyişdirilib, 3 sirtmə, 2 hava buraxıcı qurğu quraşdırılıb. Bütün işlər müasir texniki norma və tələblərə uyğun icra olunub. Yenilənmiş infrastruktur su itkilərinin qarşısının alınmasına, şəbəkənin istismar dayanıqlığının artırılmasına, əhalinin gündəlik tələbatının etibarlı şəkildə ödənilməsinə imkan yaradır.